Bugün az ərzaqla yumuşaq dadı damaqlarda qalan acar usulü xaçapuri hazırladım. Məncə bu xaçapurini aranızda hazırlamayan qalmayacaq, çünki dadı möhtəşəmdir. Düşünürdüm ki, bu xaçapurini sulgoni pendiri olmasa hazırlaya bilmərəm, amma gördüm ki, sulgoni pendirsiz də hazırlamaq olurmu? Ərzaqların dəqiq miqdarını postun altında qeyd edəcəm. Əvvəlcə isti suya şəkər tozu, duz, maya əlavə edib aktivləşməsi üçün kənara qoydum. Daha sonra isə un, yumurta əlavə edib xəmiri yoğurmağa başladım. Yadıma düşdü ki, duru yağ əlavə etməmişəm. Duru yağı da əlavə edib yenidən biraz da un əlavə etdim və xəmiri yoğurdum. İsti bir yerdə xəmirə acamağa qoyuruq. Mən evdə olan ağ pendir və Holland pendiri hər ikisini rəndələyib bir-birinə qarışdırdım. Xəmir acıyıb həcmi 2 dəfə artdıqdan sonra xəmiri 2 hissəyə ayırdım. Dəzgahın üzərinə un səpdim və xəmiri açdım. Videoda göstərdiyim kimi pendiri kənarlarına əvvəlcə yerləşdirib bükdüm, daha sonra isə orta hissəsinə pendiri əlavə etdim. Kənarlarına yumurta çəkib bişməyə qoydum. Ən sonda isə üzərinə bir ədəd yumurta əlavə etdim.